Da iqtisadi təhlillər doğrudan yəni dünyanın aparıcı ekspertləri Azərbaycanın iqtisadiyyatı haqqında hansı proqnozlar verirlər? Əsas burada dəyərlər məsələsidir. Azərbaycanı müstəqil eləyən, Azərbaycana 20-ci əsr ərzində uğurlar gətirən ideallar respublikaçılıq ideallardır. Hətta Sovet dövründə biz ona görə bəzi uğurlarımızı qoruyub saxlaya bilmişdik. Çünki o vaxtı Azərbaycan Xalq Cümhuriyyətinin liderləri o bayrağı qaldırmışdılar. Və indi həmin o dəyərləri biz, o dəyərlərə sadiq olaraq respublikamızın müstəqilliyini bərpa eləyəndən sonra hansısa bir şəxs, hansısa bir adam gəlib bizi tədricən deməli bundan məhrum eləmək istəyirsə, buna qarşı təbii ki, çıxış eləmək lazım idi. Dediyiniz o dəyərlər. Ondan başqa, referendumun deməli detallarına gəldikdə, referendum, siyasi sistem ümumiyyətlə, siz orada Aqil müəllim soruşur ki, harada yazılıb konstitusiyada kiminsə adı. Problem Stalinin də konstitusiyasında Stalinin adı yox idi. Problem orada yazılanlarda deyil. Problem siyasi reallıqdadır. Siyasi reallıq nədir? Azərbaycanda azad biznes yoxdur. Bütün bizneslər rüşvət verməyə məcburdular. Bütün bizneslər qeyri-azad şəraitdə fəaliyyət göstərirlər. Birtər neft pulları bölüşdürülür iqtisadiyyatda. Onlar olmayandan sonra nə olacaq o da bilinmir. Bu bir. Yəni azad biznes olmayan yerdə azad cəmiyyət ola bilməz. Bu bir. İkinci, siyasi repressiyalar. Mətbuatın mövcud olmaması. Azərbaycan deməli mətbuatında azad siyasi söz demək olar ki, yoxdur. Azərbaycanın tanınmış ziyalıları artıq geniş ictimai degradasiyadan gedir, danışır. Degradasiyaya məruz qalmış, mənəvi, mədəni degradasiyaya qalmış insanlar özlərinə gələcəkdə necə hakimiyyət seçəcəklər? Yaxşı, İlqar müəllim, bəs siyasi hakimiyyət sisteminin inkişafı üçün hansı şərait yaranır? Xahiş edirəm, mövzumuza keçək ki, mövzu ilə danışaq, çox xahiş edirəm. Mən referendum danışdım, amma bir söz deyim, İlqar müəllim deyək, Azərbaycanda azad söz yoxdur. Söz demə imkanı yoxdur. Azərbaycanın dünyada ən çox yayılan kanallarının biri ANS, elə mi? Ən çox baxılan kanallarından biri. Siz ANS kanalında ürəyin istədiyin sözü deyirsinizsə, üzr istəyirəm İlqar müəllim, mən qəzetçiyəm və Azərbaycanda iqtidarın qəzetindən çox müxalif qəzetlər çıxırsa və hər kəs orada istədiyini yazırsa və deyirsə... Mən çağırmayacaq. Siz neçənci dəfədir bizim toksiyaya gəlirsiniz? Mən sizə bir dəqiqə, bu təcrübədən çıxış eləyərək mən deyə bilərəm, az qala əminliklə deyə bilərəm ki, bir daha məni ANS-in və ya hər hansı başqa kanalın birbaşa efirinə çağırmayacaqlar. Bu reallıqdır. Sizi yenə çağıracaqlar. Siyasi mövzuda... Siz niyə bizim yerimizə özünüz müzakirə edirsiniz? Çox xahiş edirəm, qaydaq mövzumuza. Sözünüzü dediniz, qoyun bir kəlmə deyim. Yəni mənim həmişə dediyim bir söz var. Biz söhbət eləyirik. Dava işimizdir. Və yenə deyirəm, o dediyiniz azad söz məsələsi, mətbuat məsələsi, Azərbaycanda olan mətbuat azadlığı Amerikada yoxdur. Amerikada İraqa bomba atanda qadağan elədilər ki, bir köpək oğlu bu müharibənin eləyən bir söz desə asacağıq. Və bilirsiniz bunu. Və onu da bilirsiniz ki, hətta bir-iki aktyor onun əleyhinə çıxdı, filmlərə də çəkmədilər. Yəni bunu bilirsiniz. Ən demokratik ölkənin biri Fransadır, eləmi? Güya. Eləmi? Həmən Fransada erməni soyqırımını tanımayanlar, uydurma erməni soyqırımını tanımayanlara bir il həbs verirlər. Mən insanım tanımıram da qardaşım, mən nədə tuta bilərsən? Azad dövlətlərdən, yəni azad sözdən danışsın. Onu mənə deyin görüm. Necə yəni bir ölkədə yaşayıram, mən deyirəm ki, erməni soyqırımını tanımıram. Amma mənə bir il iş verə bilərlər. Neçə mində... Fransada yoxdur elə bir şey. Bəli? Fransada istəyirdilər, eləmədilər. Qardaşım qəbul olunub. Mən mübahisə eləmirəm. Yoxdur da, məndən sonra... Bir dəqiqə, xahiş edirəm. Və qayıdırıq referenduma. Yəni dediyiniz ölkələrdə, hər hansı bir ölkədə dediyiniz ölkələr var. İkinci də ki, qaydaq, yəni biz nesə keçdik, orada azad falan yoxdur, qaydaq, yəni əlimizdəki sənədə qaydaq, bu sənədlə bağlı söhbətimizi eləyək. İlqar müəllim bizi siyasi şantaj edirlər. Yəni deyirəm ki, İlqar müəllim dediniz, amma siz Azərbaycanın ən çox yayılan kanalının birində ürəyiniz boşalda bilirsinizsə, azad söz nətər olur? Mən boşaltmıram, mən fikir bildirirəm. Ürəyimi boşaldıram. Mən ürəyimi boşaldıram. Mən demirəm ki, yəni ürəyimizdəki sözü deyə bilməkdən gedir söhbət. Ürək boşaltmaq bu məcazi mənada da, ədəbiyyatçı kimi dedim mən bunu. Təşəkkür edirəm. Siyasi hakimiyyət sisteminin inkişafı üçün, belə deyək ki, hansı şərait yaranır? Aqil bəy?
Nə mənada? Bax, konkret. Yəni, bax, indi referendumdan sonra orada konkret hansı əlavələr oldu? Bax, bundan sonra hakimiyyət, belə siyasi hakimiyyət sisteminin inkişafı üçün hansı şərait yanar? Yaxud başqa cür deyək, siyasi müxtəliflik və ya seçim. Bir daha deyirəm, mən bir sözün üstündə biraz çox dayanın desəm. Burada ən çox mübahisə olunan məsələ 101-ci maddədir də, onun 101-ci maddədən gedir söhbət. Və mən, İlqar müəllim deyir ki, orada yazılmasa da, Stalin də konstitusiyasında nəsə yazılmamışdı, ya o birisinin konstitusiyasında nəsə yazılmamışdı. Mən yenə deyirəm, Azərbaycanda yazıca düşürsə, 2003-cü ildə, seçkilərdə İsa Qəmbər 14%-ə qədər səs almış, düzdür mü dedim? 14%-ə qədər səs almışdı. Və səsinin arxasında durub, onu 25%-ə qaldıra bilərdi növbəti seçkilərdə, düzdür mü? Yəni insan, o qədər insanın buna bir məhəbbəti vermişdir. Ya olsun o biri siyasətçilər. Yəni kim istəyərsə çıxsın ortaya, həmən vaxt gərək ki 74% səs almışdır İlham Əliyev. Amma sonra işinə görə, 5 illik fəaliyyətinə görə, dediyi vədləri yerinə yetirdiyinə görə, mən şəxsən Qarabağda bunu görmüşəm də, yəni Ağdamda 45 min adam yaşayırdı. İndi Ağdamda 90 min adam qayıdıb evin eşiyinə. Çünki bunu yaratdılar insan. Həmən qayıdan insan İlham Əliyevə səs verəcək. Çünki buna ev verdilər, torpaq verdilər, qayıtda Ağdamı gördü. Qalmışdı Bakının şəhərin küçələrində. Yəni nə edirəm? Adamını yox, qardaşım, gəl seçkiyə, seçkidə də qalib gəl. Heç kəsi avtomatla tutub güllələməyiblər. Hər kəsi sözünün sahibidir. Gəlin seçkiyə, hər kəs gəlsin seçkiyə. Özdə mənim bir söz deyim, məni belə çıxır ki, mən iqtidar adamı deyiləm, mən müstəqil bir adamam və hamı da bilir, yazılarımda da falan. Mənim müxalifət də mənim dostumdur, iqtidar da. Amma müəyyən şey var ki, onu biraz qara rəng görəndə qəbul eləmirəm.